Bugün kanalizasiya xidməti göstərilən əhali 50% təşkil edir cəmi. Proqramın icrası nəticəsində bu 95%-a çatdırılmalıdır. Leysan yağışlar yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür. Çox ciddi problemlər yaşanır. Bakı və Abşeron yarımadasında 12 yeni kollektorun tikintisi nəzərdə tutulur ki, artıq onların 7-sində iş başlayıb. Hazırda biz Zığ Hövsan kollektorunun nasoskana stansiyasına doğru enirik. Qeyd edim ki, burada işlər betonlanma mərhələsindədir. Ümumilikdə 14 belə quyunun qazılması planlaşdırılır ki, onların ikisi artıq hazırdır. Ümumilikdə 346 km uzunluğunda magistral kollektorların tikintisi nəzərdə tutulur. Dərnəgül, Bakıxanov, Qaraçukur, Hövsan kanalizasiya xətləri üzrə, həmçinin Pirşağı, Lökbatan, Müşfiqabad və Böyükçöl istiqamətlərində işlərə artıq başlanılıb. Sahil kollektorunun işə düşməsi ilə Bakı buxtasına axıdılan bütün çirkab və yağış suları həmin xətt vasitəsilə ərazidən kənarlaşdırılacaq. İşlər bununla da yekunlaşmır. İkinci mərhələdə isə Hövsan Bina Məştaqa Türkan yaşıl xəritədə gördüyünüz xətlər Şüvəlyan hövzəsi, Ələt hövzəsi, sahil, Pirallaxı hövzələri üzrə kanalizasiya kollektorlar tikiləcəkdir ki, bu işlər də həyata keçirildikdən sonra mən bir vaxtınız çox alaraq kəndlərin adlarını keçmək istəmirəm, burada yazılıb. Yəni bizim yarımadanın şərq bölgəsində, şərq tərəfində qalan bütün kəndlərin kanalizasiya sistemlərinin şəbəkələri qurularaq, onlara qoşularaq təmizləyici qurğulara yönləndiriləcəkdir. Tunellərin qazılmasında xüsusi avadanlıqlardan istifadə olunur. Bu avadanlığın əsas özəlliyi daha dərində və daha uzun məsafəli qazma əməliyyatları aparmasıdır. Bu quyu isə 28 may istiqamətindən gələn tullantı sularının toplanmasında istifadə ediləcək. Növbəti mərhələdə isə burada toplanan sular Hövsan tullantı sularının təmizlənməsi qurğusuna yönləndiriləcək. Tullantı sularının idarə olunması istiqamətində artıq bir sıra işlər görülüb. 33,5 km kanalizasiya xətti, 16,3 km kanalizasiya ev birləşmələri xətləri, 19,93 km kanalizasiya kollektoru və 17,27 km təzyiqli kanalizasiya kollektoru xətti, o cümlədən mikrotunel və yağış suyu xətləri də çəkilib. Mövcud kanalizasiya şəbəkələrinin ötürücülük qabiliyyətinin artırılması və tullantı sularının manesiz şəkildə daşınması, su basma hallarının qarşısının alınması məqsədi ilə yeni kollektor xətlərinin inşasına başlanılıb. Qeyd edək ki, proqrama əsasən intensiv yağıntılar zamanı şəhərin mərkəzində yaranan problemlər də həllini tapacaq. Bu məqsədlə Bakı şəhərində 30 küçə üzrə yeni yağış sularının axıdılması sistemlərinin tikintisi planlaşdırılır.